Gözəl qız orta məktəbdə oxuyur. Deməli, 9-cu sinifdə oxuyan məktəbli qız WhatsApp-da mənə yazıb ki, Sahil bəy, anam sizin çıxışlarınızı izləyir, dinləyir, yazılarınızı oxuyur. TikTokda və Instagramda sizin izləyicənizdir. Anam sizi çox sevir, yazılarınızı çox bəyənir. Mən deyir, hazırlığa gedirəm. İstəyirəm ki, özümü inkişaf etdirim, dərslərimə yaxşı hazırlaşım, həm də ki, xarakterimi, şəxsiyyətimi formalaşdırım. Ona görə də sizin kitabınızı almağı çox istəyirəm. Xahiş edirəm ki, kitabınızın qiymətini mənə deyin. Mən də kitabımın qiymətini yazdım ki, kitabımın qiyməti 50 manatdır. Mənə yazdı ki, Sahil bəy, təəssüf ki, mənim 50 manata gücüm çatmır. Cavab yazdım ki, yaxşı, siz 30 manat ödəniş edərsiniz kitabım üçün. Baxdım ki, bir dənə ağlamaq simaliki göndəribdi. Bildim ki, imkansız qızdır. Kasıb ailənin qızıdır. 20 dəqiqə heç nə yazmadım. 20 dəqiqədən sonra kitabımı göndərdim. Mənim kitabım, onu da deyim ki, elektron PDF şəkildə satılır. 20 dəqiqədən sonra WhatsApp-la PDF kitabımı göndərdim və ardınca yazdım ki, kitabımı sizə təmənnasız hədiyyə göndərdim, amma dərslərinizi yaxşı oxuyun. İndi qız mənə zəng edib, ağlaya-ağlaya mənə təşəkkür edir ki, Sahil bəy, çox sağ olun, çox təşəkkür edirəm. Bu kitab mənə çox lazım idi. Mənim də imkanım ona çatmırdı. İndi mənə deyir ki, inşallah mən oxuyum. Mən oxuyum deyir, həkim olum. Pul qazanım deyir, sizin borcunuzdan çıxacağım. Biz çox kasıb ailəyik deyir. Həqiqətən də kövrəldim. Amma elə o qızın oxuması, həkim olması, eyni zamanda mənim kitabımın inşallah ona faydalı olması mənim üçün ən böyük mükafat olar. Yəni mən hər zaman çalışıram ki, bax, imkanı olmayan insanlara kitabımı hədiyyə edim. Çünki mən özüm də kasıb olmuşam. İmkansızlıqla oxumuşam, amma şükür Allaha görürsünüz nə qədər uğur qazanmışam. Ona görə də kasıblıq heç zaman sizi sındırmasın. Kitaba görə də ağız açmağı heç zaman utanmayın. Mən əksinə, kitabıma görə hansısa bir kasıb insan mənə müraciət edəndə mən o insanla fəxr edirəm. Sevgilər, o qızı da uğurlar arzulayıram.